bir pasiyentimlə danışıram. Onu deyirəm ki, yəni ki, çox önəmlidir də insan sırf özü istədiklərini anlasın. Mənim istədiyim nətərdir, necədir də. Deyir ki, rəfiqəm o gün mənə dedi ki, sən biraz stilvi dəyişdi, biraz başqa tərzdə geyinməyə başladı. Filan yerə bax gedəcəksən də, orada belə şalvarlar var da, get onlardan al da özün üçün, hə? Bu dir gəldim, çatdım hələ həmin yerə. O şalvarları götürdüm, dedim, geyim, gördüm belə sıxılıram. Və sizin sözləriniz yadıma düşdü ki, istəmədiyin bir şeyi eləmə. Yəni bu insan elə bir ailədə böyüyüb ki, alışıb ona deyilənləri etsin. Ona nə buyurulubsa elə etsin. Yəni orada olmurdu da, qarşı çıxmaq olmurdu. Çox böyük ana tərəfdən baskı var idi ki, mütləq ananın dediyi kimi olunmalı idi. Və artıq sonradan da rəfiqədir, yoldaşıdır, yəni qaynanadır, qaynatadır, qayındır, odur, budur. Onların dedikləri görür ki, özü də bilmədən onların dediklərini faktiki olaraq həmən hələ bil uyğulayır. Sonra birdən ayılır ki, adi, yəni bu mənim axı fikrim deyil, bu mənim axı ideya. Axı mən heç belə şalvarlar xoşlamıram. Mən niyə əlimə götürdüm bu şalvarı ki? Başa düşürsünüz? Yəni insan hardan bilə bilər mənim istədiyim şey? Mən nə istəyirəm, hardan bilə bilərsiniz? Məsələn, ola bilər də tutalım. Onun rəfiqəsi ona deyib ki, filan şalvarlardan al sənə yaraşar, tutalım. Bax burada onu necə yoxlaya bilər? Əlinə şalvarı gətirdi, baxır, hə? Onu doğrudan bəyəndisə, içində özünü yaxşı hiss edir. Bax, sıxılmırsan. İçində sən bir şey eləyəndə sıxılmırsansa, sənə ləzzət eləyirsən. Vəssalam, deməli bunu sən istəyirsən. Yəni ola bilərdi rəfiqənin dediyini eləyəydi, amma doğrudan o şalvarı bəyənsəydi. Amma götürdü əlinə, hələ bir gedib yoxlayacaqdı, geyinəcəkdi, yəni deyir, gördüm, sıxılıram. Birdən fikirləşdim, axı bu mənim heç fikrim deyil idi. Mən qız dedi, mən ona görə baxıram. Deyir, qoydum təzədən yerinə şalvarı. Bildiniz necə? Yəni ki, hər zaman bədən qədər bizə dəqiq hər şeyi vaxtında deyən, ötürən yoxdur. Bədən bizə yalan danışmır. Aqressiyanın hələ gəlməsi, əsəbləşməyimiz, bunlar boş yerə deyil. Düzdür ya, bax yenə də ola bilər ki, bax burada belə bir tələ var. Ola bilər elə insansınız ki, məsələn, baskıcı insansınız özünüz. İstəyirsiniz ki, məsələn, indi burada valideynlər varsa tutalım. Deyir ki, bax uşağı, evladı, onun istədiyi kimi. Tutalım evladı da 20-25 yaşı var. 17-18 yaşı var. Evladını məsəl üçün kimləsə qoymur danışmağa. Yox, filan kəslə qoymuram danışsın. Artıq böyük uşaqdır ya, yetkin insandır da ola bilər. Hə, və valideyn əsəb keçirdir burada. Qəzəb keçirdir. Bu qəzəb amma, bu qəzəbi sən, necə deyim sizə, bu qəzəb sağlam qəzəb deyil. Bu qəzəb odur ki, sən öyrəşmirsən hamısına, hələ bir hamısının işinə burnunu soxasan da uşaqlarının. Uşağın böyüdür, uşağın özü qərar verməli. Burada deməklə baş verir. Burada valideyn özü öz həyatını düzgün, normal şəkildə yaşamayan bir valideyn olur. Valideynin öz həyatı hələ bir tam sağlam, tam həqiqətən də öz istəkləri ilə qurulan bir həyat deyil. Öz istədiyi kimi yaşamayan bir insan olanda valideyn hər zaman. Bilirsiniz necə? Bax olur ki, bunu da deyim. Bax iki cür valideyn var. Bax iki cür valideyn uşaqlarının işlərinə burnunu soxur və başını xərab edir uşağın. Dəli edir ki, özü istədiyini yeritsin, elətdirsin. İki cür valideyn. O valideyn ki, birinci, bayaq dediyim kimi, öz həyatını istədiyi şəkildə heç vaxt yaşamayıb. Özü də baskı altında olub hər zaman. Ya da ki, o valideyn ki, hansının sərhədləri yoxdur. Özünə hər şey icazə verir. Normal olan, normal, anormal hər bir şey. Yəni, bu insanın həyatında hədd hüdud yoxdur. Başa düşdünüz nə demək istəyirəm? Yəni, əxlaq cəhətdən olsun, asılılıqlar cəhətdən olsun, həddi hüdud bilməyən valideyn də. Çünki bilirsiniz necə, özü o qədər anormal həyat yaşayıb ki, gözü qorxub. Düşünür ki, mən belə yaşadım, uşağım belə yaşamasın. Və başlayır ona anormal olan qadağalar qoymağa. Normal olan da qadağa qoya bilər, qarışa bilər, o da ola bilər. Amma onların içində çoxlu
anormal bir qadağalar da olacaq. Yəni baxın doğrudan iki cür valideynlər mən müşahidə etmişəm. Hansılar ki, aşırı uşaqlarına baskı göstərirlər. Həddi hüdud bilməyən valideyn həyatı belə bilirsiniz necə özünə heç nədə yox demir də. Bu insan özünə heç nədə yox demir. Dəyərlər yoxdur. Mənəvi dəyərlər demək olar sıfırdır. Bilirsiniz necədir? Rol oynaya bilərlər. İnsanları göstərə bilərlər ki, mənəvi dəyərlər var məndə. Cəmiyyət içində onu çox fərqli göstərə bilər. Amma gizlində, amma harda ki onu çox insanlar görmür, harda ki insanlar onun elədiklərini bilmədi bu eləyib. Bu yanlışları, bu nə bilim haram halal məsələsi olsun, saxtakarlıq olsun, əxlaqsızlıqlar olsun, fərqi yoxdur nələr. Harda ki onu heç kəs görmür, orada onun üçün sərhəd yoxdur. Harda ki ona heç kəs sübut eləyə bilməz ki, sən bu sənsən bunları eləyən. Bax o valideynlər də aşırı dəhşət uşaqlarını ya çox laqeyd olurlar. Həm bilirsiniz necə? Onlar əslində uşağın emosional durumuna çox laqeyd olurlar. Uşağın qəzəbinə laqeyd olurlar. Yəni uşaq qəzəbini göstərə bilmir elə valideynə. Yəni bir sözlə qəzəb var ki, sənin o qəzəbin ona görədir ki, sən özün düzgün yaşamırsan. Və qəzəb də ola bilər ki, ona görə burada önəmli olan bir də budur ki, insan düzgün dəyərləndirə bilsin reallığı və özünü. Özünü dəyərləndirməsi real da real. Realdan kənar olmasın. Realda öz mənfiləri nədirsə, realda öz qaranlıq tərəfləri nədirsə, realda tutalım da nə var ki onda aşırıdırsa, ya da ki nə ki var onda heç yoxdursa, tutalım heç mərhəmət yoxdursa, mərhəmətsiz insanlar nə deyir? Özünü həmişə haqlı çıxardır da mərhəmətsiz deyiləyəndə uşağına kimlərəsə. Haqlı çıxardır. Bir don geyindirir də ona. Yox, mən bilirəm, mən yaşamışam, mən bilirəm, mənim həyat təcrübəm böyüdür, o uşaq da o bilmir.